Bugünkü mövzumuz pasientlərimizin marağına səbəb olan bir mövzudur. Doktor uşaqlığın çıxarılmasını məsləhət görüblər. Hansı yöntəm, hansı üsuldan istifadə etmək daha yaxşı olar? Ümumiyyətlə, uşaqlığın çıxarılmasının bir neçə üsulu vardır. Birinci, abdominal histerektomiya, klassik yöntəm. İkinci, laparoskopik yöntəm. 3, vaginal histerektomiya. 4, venöz işsiz cərrahi. Hansı pasientdə hansını uygulayacağıq? Bunun üçün ilk öncə bu əməliyyat növlərinə toxunmaq istəyirəm. Birinci, abdominal histerektomiya. Klassik yöntəmdir. Qarından kəsiklə icra olunur. Əvvəllər daha çox istifadə olunurdu. Ancaq bəzi dezavantajları səbəbilə daha çox əməliyyatdan sonra çox ağrı, gec ayağa qalxma və gec işə dönmə səbəbi ilə artıq günümüzdə istifadəsi azaldılıb. Hansı xəstələrdə yenə də abdominal histerektomiya uyğundur? Birinci, uşaqlığın ölçüsü normaldan çox böyük, adenomyotik və miomatoz olduğu halda. İkinci, daha öncəki keçirilmiş əməliyyatlar səbəbilə və ya keçirilmiş PID və endometriozis xəstəlikləri səbəbilə ciddi yapışıqlığı varsa, o zaman icra olunur. Üçüncü, pasientin eyni zamanda adneksial törəməsi varsa, iri ölçülü və şübhəli bir görünüm varsa, bu pasientlərdə əməliyyat genişləndirilərək daha iri həcmli əməliyyatlar ola bilər və bu məqsədlə abdominal cərrahiyə daha uyğundur. Dördüncü, bəzi ucqar şəhərlərdə və rayonlarda, periferik rayonlarda qapalı əməliyyatların mümkün olmadığı yerlərdə bu əməliyyatı tərcih edirik. İkinci, laparoskopik histerektomiya yöntəmi. Laparoskopik histerektomiya qapalı üsulla, yəni dəliklərlə uşaqlığın çıxarılması, kəsik olmadan. Bu əməliyyatı hal-hazırda daha uyğun xəstələrdə ilk tərcih olaraq görürük və avantajları əməliyyat sonrası ağrının az olması, erkən ayağa qalxma və erkən günlük fəaliyyətinə dönmə kimi müsbət cəhətləri var. Üçüncü, vaginal histerektomiya. Vaginal histerektomiya uşaqlığın vaginadan, uşaqlıq yolundan çıxarılma üsuludur. Qarında hər hansı bir kəsik və iz yoxdur və uyğun xəstələrdə, yəni uşaqlığın ölçüsünün normal olduğu, çox böyük olmadığı vakalarda və adneksial törəməsi, kanser şübhəsi olmayan vakalarda tərcih edilə bilər. Və sonuncu, venöz işsiz cərrahiyyə. Bu üsul da vaginal yoldan uygulanır. Sadəcə vaginal histerektomiyadan fərqi endoskopik yolla uygulanır və qarında hər hansı bir kəsik, iz, dəlik izləri olmadığı üçün daha estetik görünümlüdür. Sadəcə venöz işsiz cərrahiyyəni uygulamaq üçün yetərli ekipman, alət avadanlıq və təcrübəli həkim lazımdır. Bütün bu saydıqlarımız histerektomiyaların hansını tərcih edəcəyik? Bunu tamamilə pasientin anamnezidir, fizik müayinəsi, ginekolojik müayinəsi və ultrasəs müayinəsini tamamilə bitirdikdən sonra bu pasient üçün ən uyğun yöntəmi seçmiş oluruq.